Rus şirniyyatlarının şahı olan paxlavanı bugün də mən hazırlayıb sizinlə bölüşmək istəyirəm. Ümid edirəm ki, xoşunuza gələr və hazırlamamış olanlara faydalı olar. Ərzaqların miqdarı və digər məlumatları videonun açıqlama qisminə yazmışam. İçliyi hazırladıkdan sonra keçirəm xəmirimi yoğurmağa. Xəmirim özünə gəldikdən sonra isə başlayıram kündələməyə. Alt kündə 250 qram, ən üst kündəni 280-300 qram arası, ortadakı kündələri isə 70 qramdan götürdüm. Şərbətimi hazırladıkdan sonra isə kündələri yaymaya başlayıram. Tavanı yağlayıb birinci yuxanı yerləşdirirəm, sonra isə bir incə yuxa daha, ondan sonra içlikdən səpirəm. Bu ardıcılığı davam etdirirəm. Yuxaların yarısına çatdıqda isə gördüyünüz kimi presləmə işi görürəm ki, paxlavalar bişdikcə qaynayıb içərisi çölə çıxmasın, kəsdikdə də rahat olsun. Paxlavanı kəsməzdən öncə yarım saat soyuducuda saxlayıram ki, üzəri biraz bərkisin və rahat kəsə bilim. Artıq illərdir paxlavanı bu formada kəsirəm. Mən çox xoşlayıram. Həm xırda, həm də gözəl görüntüsü olur. Ehtiyatla kəsib bitirdikdən sonra üzəri üçün hazırladığım yumurtanı bir yox, 2 dəfəyə çəkəcəm. Bir dəfə çəkib 2-3 dəqiqə gözlədirəm, sonra yenidən çəkirəm. Qoz ləpəsi yerləşdirib sobaya yollayıram. Sobada biraz qaldıqdan sonra üzəri qaysaqlayır, çıxarıb yenidən kəsirəm. Yağını töküb yenidən sobaya yollayıb bişənə kimi gözlədirəm. Sobadan çıxaran kimi soyuq şərbəti isti paxlavanın üzərinə əlavə edirəm. Bununla da bu ləzzətli işi bitirirəm.